Nə bişirəcək? Özüm də yeyimcil qız olduğum üçün Həm bu qazan qaynayacaq, həm də sadəcə ehtiyat edirəm. Qarnım toxdur, yəni istəmədən düşmüşəm o qazanın içinə. Sən danışma, qoy onlar danışsın. ehtiyat edir müğənnilərdən və ya təkəbbürlüdür deyə. Çox səmimi olduğum üçün Rəfiqəyə çevrilən müğənnilər ki var, sonradan düşmən olurlar, bir-birlərinin sirlərini açıb qoyurlar ortaya. çox elə aram yoxdur. Nəsə yadına düşdü aytacaq. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Salam əziz tamaşaçılar, xoş gördük sizi. Bu dəfə də həmişəki kimi show biznesin qazanı qaynayacaq. Kimlə qaynayacaq? Elə adaşım. Aytaç, xoş gördük səni. Necəsən? Sağ ol, sən necəsən? Mən də yaxşıyam. Hər kəsi xoş gördük. Salamlayıram tamaşaçıları. Görək bu gün nə edəcək, nə bişirəcək.